Füzuli və Ağdam rayonlarına səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Belarus Respublikasının Baş naziri Aleksandr Turçin Ağdam Sənaye Parkında olublar. Hökumət başçıları Sənaye Parkının ərazisinə baxış keçiriblər. Bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olublar. Hazırda parkda 27 sahibkarlıq subyekti rezident, daha 5-i isə qeyri-rezident kimi qeydiyyata alınıb. Qeydə alınmış 32 layihə əsasında parka 148 milyon Amerika Birləşmiş Ştatları dollarından çox investisiya yatırılacağı və 2100-dən çox yeni iş yerinin yaradılması gözlənilir. İnvestorlar artıq 66 milyon dollar sərmayə qoyub. Əsasən Ağdam və ətraf rayonların sakinləri üçün 649 daimi iş yeri yaradılıb. Parkda 9 müəssisə fəaliyyət göstərir və onlar tərəfindən indiyədək 50 milyon dollarlıq məhsul satılıb. Bu ilin birinci rübündə isə 37 milyon dollara yaxın dəyərində məhsul istehsal olunub. Hazırda ondan çox yeni müəssisə tikilir və o cümlədən bir neçə yeni zavodun işə salınması planlaşdırılır. Parkda əlverişli biznes mühiti yaradılıb. Sahibkarlar əlavə texniki şərtlər əldə etmədən dövlət hesabına hazır infrastrukturdan istifadə etməklə layihələr həyata keçirə bilərlər. Daha sonra Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Belarus Respublikasının Baş naziri Aleksandr Turçin Ağdam Sənaye Parkında nümayiş etdirilən kommunal təsərrüfat texnikası ilə tanış olublar. Nümayiş etdirilən texnika Belarus hökuməti adından Ağdama hədiyyə